يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها كل محدثة بدعة كل بدعة ضلالة وكل ضلالة في النار. Belə diqqətlə yaşadığımız son illəri gözdən keçirəndə görürük ki, o qədər bidət əhlinə, o qədər şirk və küfr əhlinə rəddiyələr verməklə vaxt keçirmişik ki, artıq oxuduğumuz hər ayəti, öyrəndiyimiz hər bir hədisi özümüzdə belə analiz edirik ki, bu məsələ filan məsələyə dəlildir, bu məsələ filan məsələyə rəddiyədir. Ancaq əslində sələf dönəminə, salih sələflərin həyatına baxanda görürük ki, onlar ayətlərin və hədislərin hər birisini sırf həyatlarına tətbiq etmək üçün və həmçinin həyatlarında zühdü yaşaya bilməkdən ötürü, qəlblərindəki təqvanı artırmaqdan ötürü əmələ tökmək məqsədi ilə oxuyurdular və öyrənirdilər. Və bir-birinə öyrətdikləri zaman, nəsihət etdikləri zaman da bu məsələləri sırf təqva baxımından, zühd yaşaya bilməkdən ötürü bir-birinə bu şəkildə bir-birinə ötürürdülər. Və bizlər də gərək ki, bu məsələlərdən qurtularaq həyatımıza müəyyən şeyləri dəyişdirməkdən ötürü diqqətlə yanaşaq məsələlərə, hədislərə, ayətlərə ki, rəddiyə vermək müəyyən şəxslərin işidir ki, dini qorumaq üçün mübarizə aparmaq da lazımdır. Amma əməl məsələsini, təqva məsələsini, qəlbimizin islahı məsələsini də gözdən qaçırtmamaq lazımdır. Çünki İslam dini sırf danışmaq dini yox, əsasən əməl dinidir. Əməl etmək gərəkir ki, ta ki Allah Azə və Cəllə bunun üçün bizə əcr yazsın. Sadəcə danışdığımıza görə bizim üçün heç bir əcr olan deyil. Və son dönəmlər çox zikr olunan təvəssül məsələsi barədə düşünürdüm. Hansı ki, təvəssül deyəndə ağlımıza ancaq gəlir ki, bidət olan təvəssül, şirk olan təvəssül və s. Ancaq sələfdən Fudeyl bin İyad rahiməhullahın həyatını zikr edirdim. Hansı ki, Fudeyl bin İyad hicrətin 100-cü ilində dünyaya gəlib və 187-ci ildə dünyasını dəyişib. Onun həyatı ilə bağlı təvəssüllə əlaqəli bir məsələyə rastlaşdım və dedim ki, bu cümə xütbəsində Allahın izni ilə qardaşlarımla paylaşacağım bu məsələni. Fudeyl bin İyad rahiməhullah ömrünün çox hissəsini quldurluqla, qaçaqçılıqla keçirən fasik birisi olub. Lakin bir hadisə başına gəlir, bir haram iş görmək üçün gecə vaxtı evlərin birinin divarına qalxır və içəridə bir nəfərin Quran-ı Kərimdən bu ayətləri oxuduğunu eşidir. Ayət Hədid surəsinin 16-cı ayətidir. Ayətin mealində belə keçir ki, iman gətirənlərin Allahın zikr etməyin və nazil olmuş haqqın təsiri ilə qəlblərinin titrəməsinin vaxtı çatmadı mı? Bu ayəti eşidir və bu ayət onu sarsıdır. Öz-özünə deyir ki, bəli, vaxtı çatıb. Elə oradaca peşman olur, tövbə eləyir. Və o gündən sonra zahid bir həyat yaşamağa başlayır və elm, ibadət və Allaha yaxınlıqla məşğul olur. Və Allahın onu bağışlaması üçün çoxlu salih əməllər etməyə başlayır və bir gün Kəbə ətrafında təvaf eləyərkən bir qadın Fudeyl bin İyada deyir ki, ey Fudeyl, sənin Allah qatında təvəssül edəcəyin bir əməlin yoxdurmu ki, onunla ona dua edəsən və bu haldan xilas olasın? Və Fudeyl rahiməhullah oradaca ağlamağa başlayır qadın bu sözlərindən. Deyir ki, vay halıma, vallah mənim Allah qatında təvəssül edə biləcəyim bir əməlim yoxdur. Yəni, caiz olan təvəssül insanın etdiyi salih əməllərindən
yəni ixlasla etdiyi salih əməllərindən hər hansı biri ilə Allaha təvəssül edərək, onu vasitə tutaraq Allahdan duasına icabət etməsini istəməsidir ki, yəni hər bir müsəlman çalışmalıdır ki, həyatında belə bir əməlləri olsun. Fudeyl rahimehullah da bu sözdən təsirlənir və daha çox ixlaslı əməllər etməyə səy göstərir ki, yəni bir qadının sözü onu bu məsələyə təşviq edir. Həqiqətən də belədir. Yəni bizlər elə əməl sahibləri olmalıyıq ki, gizlində və açıqda elə ixlaslı əməllərimiz olmalıdır ki, sabah bir sıxıntıya düşdüyümüz zaman, icabət olunmasını çox istədiyimiz bir duamız olduğu zaman, heç deyilsə Rəbbimizə gecənin 1/3-də və digər vaxtlarda əlimizi açaraq deyə bilək ki, ya Rabbi, mən falan əməlləri etmişəm, əgər bu sənin rızan üçün edilmiş bir əməldirsə, məndən ixlaslı qəbul etdiyim bir əməldirsə, yəni bu əməlimlə mənim duama icabət elə. Bunu sənə vasitə tuturam, bununla təvəssül edirəm. Və məşhur bir qissə var ki, bu məsələ barədə örnək olan qissələrdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləmin İmam Buxaridən rəvayət olunan Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisi var. Orada Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, sizdən əvvəlkilərdən 3 nəfər səfərə çıxmışdılar. Və yolda bir mağaraya girdilər və birdən dağdan bir qaya parçalanıb, gəlib həmin mağaranın girişini tutdu. Və onlar bir-birinə dedilər ki, Allaha ancaq salih əməllərimizlə dua eləyin və o bizi buradan xilas eləyər. Və həmin o 3 nəfər bir-bir başlayırlar Allah Azə və Cəlləyə dua eləməyə. Birincisi deyir ki, ya Rabbi, mənim qocalmış valideynlərim var idi və mən hər gün onlar üçün süd sağıb gətirərdim. Və öz övladlarından qabaq, öz zövcəsindən qabaq valideynlərinin yanına aparardı südü. Birinci onlar içərdilər və ondan sonra öz ailəsinə içirərdi. Və bir gün süd sağıb gətirdiyi zaman görür ki, valideynləri artıq yatıb və əlində süd qabı ilə səhərə qədər, yəni sübh çağı çatana qədər dayanıb gözləyir ki, onlar nə vaxt yuxudan oyanacaqlar. Və onlar yuxudan oyandıqdan sonra onlara həmin süddən içirdir və sonra gətirir ailəsinə. Və bunu zikr eləyir adam, deyir ki, ya Rabbi, əgər bunu sənin rızan üçün etmişəmsə, yəni bizi bu haldan xilas elə. Və Allah Əzzə və Cəllə onun izni ilə qaya bir qədər yerindən tərpənir. Lakin hələ çıxacaq bir vəziyyət yaranmır. İkincisi deyir ki, ya Rabbi, mənim bir əmim qızı var idi və mən onu çox sevirdim. Və günlərin bir günündə həmin o əmisi qızı çətin bir vəziyyətdə onun yanına gəlir və ondan vəziyyətinin çox pis olduğunu deyir və 120 dinar borc pul istəyir. O da fürsətdən istifadə etmək istəyir, deyir ki, mən sənə bu pulu verərəm, ancaq qarşılığında məndən yaxınlıq edəcəksən. Qadın razılaşır, lakin həmin ana çatdıqda Allah qorxusu düşür qəlbinə. Deyir ki, Allahdan qorx, sənə halal olmayan bir şeyə yaxınlaşma. Və deyir ki, mən də bu sözdən sonra ona pulu verdim və onu sərbəst buraxdım. Deyir ki, ya Rabbi, bunu əgər sənin qorxun üçün, sırf sənin rızan üçün etmişəmsə, bizi bu haldan xilas elə. Və qaya bir qədər də aralanır, lakin yenə də çıxmaq mümkün olmur. Üçüncüsü dua etməyə başlayır. Deyir ki, ya Rabbi, mənim muzlu işçi çalışdırırdım və işini tamamladı, amma haqqını almadan, qarşılığını almadan çıxıb getdi. Mən onun haqqını işlədib artırdım. Onun pulu ilə inəklər, qoyunlar, mal-qara aldım. Və uzun müddət sonra həmin adam gəlib öz haqqını istədi. Dedim ki, bax, bu gördüyün heyvanlar, hamısı sənin haqqındır. Adam deyir ki, mənlə istehsam edirsən. Yəni, inanmır ki, o az bir iş qarşılığında ona bu qədər şey verilsin. Dedim ki, xeyr, bu sənin pulunun bərəkətidir. O da hamısını götürüb getdi. Deyir ki, ya Rabbi, əgər bunu sənin rızan üçün etmişəmsə, bizi bu bəladan xilas elə. Və qaya tamamilə açılır və onlar həmin mağaradan qurtulurlar. Buradan təvəssül xaricində də çıxarılan bir çox faydalar var ki, bunlardan birisi
insanın valideynlərinə göstərdiyi hörmət, valideynlərinə etdiyi itaət, onlara etdiyi yaxşılıqdır ki, bu həqiqətən Allah qatında, yəni sevdiyi, Allahın sevdiyi əməllərdəndir və Allahın böyük əcr verdiyi əməllərdəndir. Və həmçinin insanın zinadan uzaqlaşması və elə bir halda uzaqlaşması ki, o anda yəni Allahla bir də zina edəcəyi kəsdən başqa heç kəsin xəbəri olmadığı bir yerdə və onun bunu etməyə imkanı olduğu halda sırf Allah qorxusundan, yəni bu böyük günahdan uzaqlaşması yenə əcri böyük olan əməllərdəndir. Və qul haqqı da, yəni bunu təbii ki, uzun-uzadı qeyd etməyə ehtiyac yoxdur. Qul haqqını qorumaq və bu haqqa riayət etmək də yenə Allahın sevdiyi əməllərdəndir, əcri böyük olan əməllərdəndir. Zaten əgər bu kiçik bir əməllər olsaydı, Allah alim bəlkə də onlar yəni bununla təvəssül etməyə qadir olmazdılar. Və bir də bir çox alimlər bu hədisdən başqa bir fayda da çıxardırlar ki, deyir, salih dostlarla, yəni yoldaşlıq etməyin, səfərə çıxdığın zaman, hər hansı bir işə baş qoşduğun zaman salihlərlə yoldaşlıq etmənin fəzilətindən bəhs edilir həm də bu qissə. Əgər bu üç yoldaşdan hər hansı biri fasik birisi olsaydı, facir birisi olsaydı, onlar ölüm onlara gələnə qədər yəni həmin mağarada qalardılar. Bunların üçü də salih kəslər idi ki, Allaha təvəssül edəcəkləri salih əməlləri var idi. Bu baxımdan bizlər də üzərimizə düşən odur ki, bu cür qissələrdən özümüzə fayda çıxardaq və Allahla aramızda təvəssül edə biləcəyimiz, Allahla aramızda səbəb tuta biləcəyimiz gizlində və aşkarda olan salih əməlləri işləyək ki, ta ki dara düşdüyümüz zaman Allah Azə və Cəllə də bizlərə yardım etsin. Və bir də yoldaşlıq edəcəyimiz zaman yoldaşlarımızı salih kəslərdən seçək ki, yəni o dostların bizə həm dünyamız üçün, həm də axirətimiz üçün bir faydası toxunsun. Yox, əgər dostlarımız arasında salih kəslər yoxdursa, ən azından həm özümüzün, həm də onların islahı üçün əlimizdən gələni edək. Xütbənin ikinci hissəsində salihlərdən, yəni salihlərin ən böyüklərindən olan səhabələrdən, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra bu ümmətin ən xeyirlisi olan Abu Bakrdan və ondan sonra da bu ümmətin ən xeyirlisi olan Ömər radiyallahu-dan, Allah onların hər birisindən razı olsun, bir rəvayəti sizə zikr etmək istəyirəm ki, burada da yenə bizi salih əməllərə təşviq edəcək bir nümunə, bir örnək var onlarda. Və bildiyimiz kimi salih işlərdə bir-biri ilə yarışmaq sələfin adəti idi və inşallah ki, bizlər də onlar kimi xeyir işlərdə bir-birimizlə yarışarıq, bir-birimizi təşviq edərik. Abu Bakr radiyallahu anh xilafəti dönəmində rəvayət olunur ki, Abu Bakr radiyallahu hər gün cümə namazından sonra yəni Mədinədən bir qədər uzaqlaşar, yoxsulların, çadırda yaşayanların yaşadıkları bölgəyə doğru yönələrdi. Və bura getdiyi zaman da yanında heç kəsi götürməzdi, tək gedərdi. Ömər bin Xattab deyir ki, bir gün qərara gəldim ki, Abu Bakrı izləyəcəm və görəcəm ki, o hara gedir, nə işlə məşğul olur. Və Abu Bakr radiyallahu bir köhnə çadıra girdiyini, bir müddət orada qaldığını və daha sonra oradan çıxdığını görür. Və o getdikdən sonra Abu Bakr radiyallahu çıxışından sonra Ömər radiyallahu ora girir, görür ki, orada bir qadın var, yaşlı bir qadın və kiçik uşaqlar var. Və qərara gəlir ki, bir dəfə də Abu Bakrdan qabaq, o getməmişdən özü getsin və onun məşğul olduğu həmin işlərlə məşğul olsun. Və Ömər bin Xattab gedir, həmin çadıra girir bir müddət sonra. Görür ki, yəni uşaqlar ac-susuz gəzirlər ortalıqda və o da Abu Bakrın etdiyi kimi onlara yemək bişirir, uşaqları yedirtir, uşaqlarla məşğul olur. Və sonra xəstə olan həmin qadına yemək yedirtməyə başlayır. Yemək yedirtməyə başladığı vaxtda qadın deyir ki, sən həmişə gələn o adam deyilsən, sən kimsən? Ömər radiyallahu anh təəccüblənir, deyir ki, ey qadın,
Yəni mən də onun etdiklərini etdim. Sən hardan bildin ki, mən o deyiləm? Yəni qadın kör bir qadın olur. Deyir ki, sən hardan bildin ki, mən o deyiləm? Qadın deyir ki, çünki deyir, mənim ağzımda dişlərim yoxdur və hər dəfə gələn o kişi deyir, yeməkləri mənə çeynəyərək yedirlərdi. Sənsə deyir, birbaşa yedirtdiyin üçün bildim ki, deyir, sən həmişə gələn o adam deyilsən. Və Ömər bin Xattab təsirlənir, gözləri yaşarır, deyir ki, mən bugün anladım ki, deyir, Əbu Bakri heç vaxt deyir, xeyirdə keçə bilməyəcəm. Yəni onlar xəlifə də olsalar, kölə də olsalar, tüccar da olsalar, varlı da olsalar, kasıb da olsalar, daima salih əməllərlə Allaha yaxınlaşmağa çalışan kişilər idi. Allah Əzzə və Cəllə onları o səbəblə seçmişdi və Quranda onları qiyamət gününə qədər oxunacaq ayətlər halına gətirdi ki, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Biz də əgər sələfin yolundan gedən bir ümmət olaraq özümüzü adlandırırıqsa, onlara xeyirdə çata bilməsək də ən azından müəyyən əlimizdən gəldiyi səbəblərlə, gizlində və aşkarda sədəqə verməklə, bir-birimiz üçün dualar etməklə, bir-birimizə yardım etməklə, ümmət üçün bir şeylərə çalışmaqla, elm öyrənməklə və digər şeylərlə kim nəyə gücü çatırsa gücü nisbətində salih əməllər etməklə Allah Əzzə və Cəlləyə yaxınlaşmağa, onun sevgisinə və rəhmətinə mahsar olmağa çalışmalıyıq. Rəbbimdən diləyirəm ki, Allah Əzzə və Cəllə bizləri salihlərə, şəhidlərə qonşu olan, yəni cənnətdə onlara qonşu olan qullarından etsin. Allah Əzzə və Cəllə bizləri onlarla yoldaş olanlardan etsin. Allah Əzzə və Cəllə bizləri qiyamətə qədər xeyir üzərə çalışan və bu üzərə səbat edən qullarından etsin. Allahumma amin, Allahumma amin, Allahumma amin. Subhanək Allahumma və bihamdik. Nəşhədu ən la ilahə illə ənt. Nəstəğfiruka və tubu ileyk.